Həqiqətən Allah ağcaqanadı və istər böyüklükdə, istərsə də kiçiklikdə ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər, bu məsəllə Allah nə demək istədi? Halbuki, o bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin o, bununla yalnız fasiqləri yoldan çıxarır. O kəslər ki, Allahla əhd-i peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi qohumluq əlaqələrini kəsir və yer üzündə fitnə fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır.